Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu günlərim cümlələr daxilində olan şəkilsizlərin izahını verəcəm. Uşaqlar, mənim kitabım sözündə im şəkilsində, ım şəkilsində görürük. Deyə bilərsiniz müəllimə, necə fərqləndirim? Biz bilirik ki, həm mənsubiyyət şəkilsi, həm də hal şəkilsi olaraq nə var? İm şəkilsi var. Deməli, mənim, sənin və onun əvəzliklərini cümlənin daxilinə qoysam, cümləm uyğun gəlsə, deməli onda olacaq mənsubiyyət. M yazıram qısaca. Əgər cümləyə qoysam cümlə uyğun gəlməsə, yəni qoya bilməsəm, onda əks halda olacaq, yəni yerli hal və yaxud da ümumiyyətcə deyim hal şəkilsi. Baxa, mənim kitabım. Uşaqlar, bax kitabım sözünün əvvəlinə mənimi qoymuşam. Deməli burada olan ım şəkilsi nəyin şəkilsidir? Mənsubiyyətin şəkilsidir. Bəs mənim də yadda saxlayın uşaqlar. Əgər kökü əvəzlikdirsə, əvəzlik heç zaman mənsubiyyət qəbul etmir. Hökmən onda olacaq hal şəkilsi, yəni müəyyən yerli halın şəkilsi. Dəftərim evdə qalıb. Mənim dəftərim, bax, mənim dəftərim evdə qalıb dedim. Cümləm uyğun gəldi. Deməli, burada olacaq nə? Mənsubiyyət şəkilsi və evdə sözünə də baxaq. Evdə. Harda? Evdə. Evdə işlənən sözündə dairə şəkilsi nədir? Yerli halın şəkilsi kimi işlənəcək. Uşaqlar, bu qayda hal və mənsubiyyətin fərqlənməsidir. Əgər mənim, sənin, onun əvəzini qoysam olacaq nə? Mənsubiyyət. Əks halda isə yerli hal